Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiyai vel murselin nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aleyküm selam. Elhamdülillah, arkadaşlar çok əzəmətli günləri yaşayırıq. Zilhiccə ayının ilk 10 gününün sonuna yaxınlaşırıq. Və bugün Arafa gününü başa vurduq. İlk növbədə Allahdan istəyirəm ki, Allah bizdən qəbul etsin tutduğumuz orucu. Dualar etdik, qardaşlar dualar etdilər. Allah Teala duaları qəbul etsin. Və Zilhiccə ayının ilk 10 günü hələ bitməyib. Çox hissəsi keçsə də ən fəzilətli günü qarşıdadır. Və bu da bayram günüdür. Və bayram günü, necə ki, hədislərin birində Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Afdalul əyyəmi indallahi yevmən nəhr, sümmə yevmül qarb. Allah qatında ən əzəmətli gün Qurban bayramı günüdür. Və sonra təşrik günləri, yəni əyyəmül qarb, yəni bayram günündən sonra gələn günlərdir. Ona görə də alimlər qeyd edirlər ki, Qurban bayramı günü hətta Arafa günündən də fəzilətlidir Allah qatında. Baxmayaraq ki, Arafa günün öz yeri var. Arafa günü dua günüdür. Lakin hər bir fəzilətli vaxtın, zamanın sonu ən fəzilətli olduğu kimi, ən üstün olduğu kimi, Zilhiccə ayının ilk 10 gününün də ən fəzilətli günü bayram günüdür. Və artıq demək, ət-təkbiratul müqayyedə, yəni fərz namazlarından sonra edilən təkbirlər başlayıb. İlk növbədə bu təkbirləri gərək əməl edək. Sünnədir, müstəhəbdir. Artıq Arafa günü fəcr namazından sonra ta ki təşrik günlərinin sonuna kimi. Yəni ayın 9-u bayram, 6-sı bayramdır, 7-si, 8-i, 9-u məğribə kimi təkbirlər davam edir. Həmçinin, qardaşlar, Zilhiccə ayının ilk 10 günü bitməyib. Yəni, yenə də zikirlər, ibadətlər çoxaltmaq lazımdır. Və bayram günü sabah ən fəzilətli əməllərdən biri qurban kəsməkdir. Qurban kəsməkdir. Və kimin imkanı varsa, yaxşı olar ki, qurbanı kəssin. Çünki bu ibadət ildə bir dəfə olan ibadətdir və həmçində Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Deyir, insan qurban kəsərsə, kəsdiyi qurbanın saçının sayı qədər savab qazanır. Həmçinin qiyamət günü gətiriləcək həmin qurban ibadəti, onun üçün şəfaatçı olması üçün. Ona görə bu ibadəti gərək səhləkar yanaşmayan. Kimin imkanı varsa, qoy kəssin. Qurban bayramı günü, yəni ayın demək 6-sı sabah, cümə günü də həmçinin. Yəni bu bir şeydə qeyd edim ki, sünnədə belə bir hədisdə gəlir ki, kim əgər bayram günü ilə cümə günü üst-üstə düşərsə, yəni eyni gündə olarsa, kim bayram namazını qılıbsa, cəmaatla qılıbsa, artıq cüməyə getməyə bilər. Yəni cümə namazının hökmü onun üçün müstəhəb olur. Lakin geçsə Allaha yaxşıdır. Yəni, kimin əgər cümə namazına kimi qurbanını kəssə, paylasa və s. yaxşı olar ki, demək, cümə namazına geçsin. Qurbana gəlincə, qurbanın əhkamları, yəni əlhamdülillah bilirik, çox uzatmayım. Əsas diqqət etmək lazımdır, demək, yaxşı heyvan olsun. Yəni çalışmaq lazım deyil ki, ən ucuzunu alasan.
demək, qurban olsun deyə yəni, ən ucuzunu alasan. Xeyr, çalış ən yaxşısını seç. Çünki Uca Allah gözəldir və gözəl olanı qəbul edir. İnnallaha tayyibun, innallaha cəmilun yuhibbul cəməl. Həmçində la yəqbəlu illə tayyibə və ən yaxşını qəbul edir. Və ona görə çalışın. Bəzən qardaşlar baxırsan, ən ucuzuna gedirlər. Elə eləmək lazım deyil. Bu ibadətdir. Sən bunu Allah üçün edirsən, ən yaxşısını ver. Çünki Allah Quran-ı Kərimdə qeyd edir, qurbanlığın nə əti, nə qanı Allaha çatmaz. Allaha çatan sizin təqvanızdır. Yəni Allaha çatan sənin qəlbində olandır. Baxır, bu qurbanlıq sənin qəlbinə necə təsir elədir. Yəni, sən Allah üçün necə davrandın, necə qurbanı seçdin. Ona görə çalışın, yaxşısını seçin, çalışın, gözəlini seçin. Həmçinin, qardaşlar, qurbanı kəsəndə də diqqət etmək lazımdır. Bəzi, demək, qəssablar qurbanı kəsərkən qurbanın hələ canı çıxmamış, boynunu qırırlar, yəni belə şeylərə diqqət etmək lazımdır. Çünki tam canı çıxandan sonra qırmaq lazımdır. Bəzi qəssablar tələsik olur deyə başını kəsəndən sonra demək tələsik olduğu üçün tez boynunu qırır ki, tez canı çıxsın. Və bu da sözsüz ki, heyvana əziyyət vermək olur. Ona görə də bu şeylərə diqqət etmək lazımdır. Qalan, qardaşlar, qurbanlıqla əlaqəli əhkamlar əlhəmdülillah bəllidir. Təkrar eləmək istəmirəm. Allah bizdən qəbul etsin. Allah Taala bizi eşidib faydalardan etsin. Allah razı olsun bu məclisi təşkil edən qardaşlardan. Allah mallarına bərəkət versin. Allah Taala bizi cənnətdə cəm eləsin. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və əshabihi ecmaîn.